Kızım! Axır ki gəlib çıxdın. Axşamın xeyir. Axşamın xeyir kızım, axşamın xeyir. Ne olub? Ne üçün belə rəngi ruhun qaçır? Yorğunam ata. Ayaq üstə dura bilmirəm. Dincəl, otur dincəl gözümün işığı. Otur. Düz 10 yol xəstəxanaya zəng çaldım. Səni telefona çağırmadılar. Ağır operasyon vardı ata. 6 saat operasiya. 6 saat mən ölümlə vuruşdum ata. Axırı xeyirdirmi? Yoxsa... Zübər. Elə ki mən onu qurtardım. Çox şükür qızım, çox şükür. Amma sənin bu cərrahlığın mənə yaman baha oturur, çox yaman. Bax, sən hər dəfə ürəyinin bir parçasını xəstəxanada qoyub gələndə elə bil atanın ömründən 1 il azalır. Neyniyim ata? İnsan həyatına cavabdehəm. Əməliyyat vaxtı əziyyətə dözməsəm, sonraki peşmançılığa heç dözə bilmərəm. Elədir. İstəyirəm xəstəxanaya qalım. Yox, yox, quzum, nə danışırsan? Sən gərək burada olasan. Atacan, əlbəttə yaxşı olar ki, sənin bu şad günündə qonaqlarına mən özüm qulluq eləyirdim. Amma... Ha, yaxşı olardı əlbəttə qızım. Çox yaxşı olardı. Axı... Bir də onların bəziləri təkcə məni yox, həm də səni görmək üçün gəlir. Məni görmək üçün? Qızı, canım ciyər. Axı, mənim də arzum kamım var. Mən istəyirəm ki... Sən istəyirsən ki, qızın rəfiqə xoşbaxt olsun. Əlbəttə qızım, məyər sənin buna şübhən var? Əsla. Bax, onda mən səni bugün heç yeri bıraxan deyiləm. Hay canım gözüm, sənsiz nə qonaqlıq. Düz demirəm bə, ya? Laf düz deyirsən. Kərim dayı, arvadlar da gələcək. Əgər qızım lazılıq versə, əlbəttə gələcək. Laf yaxşı. Sən elə fikirləşirsən ki, atan sənə qarşı diqqətsizdir. Bugün səhərdən ac olduğunu bilmir. Hadi səriyə, tez uşağa yemək hazırlayın. Atacan. Bu saat Kərim dayı. Atacan, ac deyiləm. Yorğunum. Çox yorğunum. Biraz dincəlim. Get dincəl gözümün işığı. Bu qızın dərdi məni lap vaxtsız qocaq. Məni demirsən. Qorxuram o da mənim kimi qarıyıb un çuvalına tay olsun. Sən heç, sən buğda yiyib cənnətdən çıxmısan. Sənə oğlan bəyəndirmək olmur. Qadam onların ürəyinə. Yaxşı, bura bax. Ne üçün bugün uşağı ac qoymusan? Niyə ona xəstəxanaya yemək yaparmamısan? Aparmışdım, öz istəmədi. Deyir iştaham küsüb. Dayı neyniyim? Mən də geri qaytardım. Kərim dayı, bilirsən, bugünəcən mən Rəfiqə xanımı heç belə qəmgin görməmişdim. Ağır xəstəsi varmış. 6 saat əlləşib. Zarafatdır. Yox, yox, Kərim dayı, bilirsən, ona həmişə ağır xəstələr tapşırırlar. Amma bugün nədənsə... Nə olub ona? Nə olub ona? Bilmirəm. Kərim dayı, haqqılığına girib soruşdum. Demədi ki, demədi. Qəribədir. Bəlkə məndən gizlədir. Bura bax, bəlkə xəstəni qutara bilməyib. Yox, Kərim dayı, xəstəni lap yaxşı qutarıb. Bilirsən, xəstəxanada duran hamı onu tərifləyirdi. Orada bir tibb bacısı var, Kərim dayı. Belə, adı da dilimə qatmır, Yaxşı, hə. Şəmsi Qəmər bəyimdi, nədir? Yaxşı, qoy olsun. Rəfiqə xanımın yanından çıxanda dili ağzına sığmırdı. Nə deyirdi o? Deyirdi ki, Topçubaşovun şagirdidir. Ölünü qaldırıb ayaq üstə qoydu. Kərim dayı, birazdan Rəfiqə xanımın özü operasiya otağından çıxdı. Üzündən maskanı götürdü. Matım qurudu. Sir sifəti ölü rəngində. Yazıq uşaq.
gözümün qabağında şam kimi əriyib gedir. Bəli. Kərim Rəhimlinin evi. Bu saat. Ata. Ay Sariye, sen de işini gör. Kızım, Ha? sen de get dincəl gözümün işini. Yaxşı. Bir şey olsa haber veririm. Yaxşı. Bəli, eşidirəm. Bəli, Kərim Rəhimlidir. Kimdir danışan? Kim? Bağışlayın, gələ bilməyəcəm çünkü məşğulam. İstəyirsiniz buyurub siz gəlin. Ne vaxt istəsəz, gözümüz üstə yeriniz var. Sağ olun. Atacan. Kimdi? Mənim belə tanışım yoxdur qızım. Fərhad Kamalov yoxdur. Yaxşı, bəs o məni hardan tanıyır? Yəqin nazirlikdəndir, evi yoxdur, daha yaxşı, qoy gəlsin. Yaxşı, get dincəl qızım. Ged, hər dəqiqədə durub gəlirsən, get dincəl. Fərhad Kamalov. Fərhad. Akşamınız hayır Kerim dayı. Ha, akşamın xeyir oğlum. Sizi akşamın samimi xeyir. kalpten tebrik ederim. Çok sağ ol. Fedakar insanlara eşk olsun. Çok razıyım oğlum, çok sağ ol. Diyesem ben teresmişim ha? Ay, yok, laf vaxtında gəlmirsən. Gəlsənə səninlə bir nərdə taxar. Bacarmıram. Təəssüf. Bilirəm siz həmişə nərdin icad eləyənini axtarırsınız. Ancaq mən Kerim dayı daha mürəkkəb oyunları xoşlayıram. Məsələn, şahmat. Elədir. Şəhərimizdə udmadığın adam qalmayıb. Bəs Rəfiqə xanım hardadır? Ağır əməliyyatı varmış. Evə çox yorğun qayıtdı. Təəssüf, çox təəssüf. Mən bu çiçəkləri onun üçün gətirmişdim. Kerim dayı, Ayın artıq olsun. Rəfiqə xanımın istedadını hamı tərifləyir. Doğrudan da 2 illik təcrübədən sonra belə mahir cərrah olmaq yalnız fitri istedadın nəticəsidir. Ay oğlum, ancaq mən bilmirəm. O başqa evə köçəndə mən yalqızlığa dözə biləcəyəmmi? Kerim dayı, böyük Alman filosofu Kant'ın transendental fəlsəfəsinə görə insanlar arasındakı məsafənin uzunluğu məhəbbətin gücünü heç bir vaxt azalda bilməz. Bir də bizim evlərimiz siz deyən qədər də uzaq deyirlər. Əgər o filosof Kant belə deyibsə, sən ona, eşq olsun. Ancaq bilirsən oğul, bir məsələ də var ki, bir yandırım. Şamınız xeyir Rəfiqə xanım. Salam yoldaş Bəxtiyar. Təəssüf ki məni sadəcə olaraq əmin yox, yoldaş Bəxtiyarov deyə çağırırsınız. Böyük Alman filosofu Immanuel Kant'ın transendental fəlsəfəsinə görə insanlar arasındakı rəsmiyyət soyuqluq əlamətidir. Siz gedirsiniz? Bəli. Təəssüf. Çox təəssüf. Məncə bu axşam siz mütləq burada olmalı, hamıdan çox sevinməli, deyib gülməlisiniz. Heç olmazsa piyanonun dillərini o incə barmaqlarınızla itizaza gətirsəydiniz. Sevinib gülmək üçün elə bir səbəb görmürəm vətəndaş Bəxtiyar. Məni indi də yoldaşlıqdan vətəndaşlığa keçirdiniz. Sevinmək üçün də, deyib gülmək üçün də səbəb var Rəfiqə xanım. Zarafat deyil, atanıza yüksək mükafat verilmişdir. Lenin ordeni. Mən bu mükafatın qüdsiyyətinə qəlbən iman gətirmişəm. Çox sağ ol, çox. İndi mən nə etməliyəm? Sevinməli, bizi də sevindirməlisiniz. Heç olmasa zərif libaslarınızdan birini geyər, qonaqları qarşılar, buyurun deyə bilərsiniz. Həyat insana bir dəfə verilir Rəfiqə xanım. İncə bir təbəssüm. Atacan, mən işə qayıtmalıyım. Yox qızım, yox, mən səni heç ara bıraxan deyiləm. Axı sən ay gözümün işığı heç dincəlmədin. Gözümə yuxu getmir ata. Məni bağışla. Mən bilirəm, mənsiz də qonaqlığın şən keçəcək. Ay qızım, sən bax, bir xəstəni ölümdən qurtarmışsan.
Deməli, mahir bir cərrah olduğunu bir daha sübut eləmişsən. Yox, ata. Müvəffəqiyyətli əməliyyat işin yalnız bir hissəsidir. Yaxşı həkim ona deyərlər ki, xəstəni ayağa qaldırınca gözü üstündə olsun. Elədir gözümün işi. Ona görə də mən qayıtmalıyım. Kərim dayı. Bir dəqiqə. Gel özün bak, Bir gördün mü dəqiqə. şorlamamışam. Qızım, bircə dəqiqə bu dəqiqə gəl. Gəldim! Bayan bir söz eşittim. Ne içinse Bakı'dan buraya getirilmiş bir məhbusu ağır vəziyyətdə sizin xəstəxanaya getiriblər. Sizin yardığınız xəstə odur. Özüdür ki var. Doğrudan mı? Kimdir, tanıyırsınız mı? Tanıyırım. Çoktan. Çoxdan. Eğer sirri değilse, deyin görün kimdi? Belki ben de tanıdım. Siz bura sevinib gülmək üçün toplaşırsınız. Atamı təbrik eləyəcəksiniz. Bir-birindən gürültülü sağlıqlar deyəcəksiniz. Dostluqdan, sədaqətdən danışacaqsınız. Xəstənin kim olduğunu desəm tək sizin yox, atamın da qanı qaralacaq. Bilməsəniz yaxşıdır. Aha, demək sirridir. Hər halda xəstəyə belə qayğı göstərməniz hoşuma gəlir. Lakin Lakin nə? bilmirəm Rəfiqə xanım, ne üçün mənə qarşı bu qədər buz kimi soyuqsuz? Bircə dəqiqə Rəfiqə xanım. Buyurun. Rəfiqə xanım. Mən istərdim ki, bundan qat-qat zəngin bir süfrə bizim şad günümüzdə açılıydı. Demək, məni görmək üçün gələn qonaq sizsiz. Bəli, mənəm Rəfiqə xanım. Mən bu görüşə gəlirkən ölüm ya olum sözlərini xatırladım. Əgər atam mənə bunu əvvəlcədən desəydi, xəstəxanaya daha tez qayıdardım. Ne için? Axı ne için bu qədər rəhimsizsiz? Düşünürdüm ki, ha diyeceksiniz, mənə qol qanad vereceksiniz. Çətin. Gecikmişəm. Yaşım ötüb. Siz mənə elə sanırsınız. Tamamilə ciddi deyirəm. İndi məni yalnız bir şey maraqlandırır. Xəstələrin müalicəsi. Başqa həvəslərim çoxdan sönüb. Bu mümkün deyil Rəfiqə xanım. Mümkün deyil. Siz istəsəniz də, istəməsəniz də ən təbii bir insan arzusunu boğub öldürə bilməzsiniz. Kimisə sevməli, kiminləsə ailə həyatı qurmalısınız. İnanın ki, illərin həsrəti mənim qəlbimi yandırıb yox. Üzr istəyirəm. Xəstənin vəziyyətini bir an belə unuda bilmirəm. Ata! Ata, mən qaçdım. Bu qədər də düyüyə baxmaq olar. Kızım hara? Yəqin xəstəyə baş çəkməyə getdi. Yoxsa mənim belə şad günümdə getməzdi. Deyəsən bu xəstə o birilərinə bənzəmir axı. Doğru buyursunuz Kərim dayı. Bayaq işdən çıxanda mən də xəstəxananın yanında dayanıb Rəfiqə xanımın yolunu gözləyirdim. Bir nəfər tanış həkimə rast gəldim. Dedi ki, Rəfiqə xanımın başı bərk qarışıqdır. Bakıdan bir məhbus gətiriblər, ona operasiya eləyir. Siz eşitməmisiniz? Məhbus? Bəli. Kimdi o elə? Geldim. Gel. Hoş gelmişsin Kerim Qağa, hoş gelmişsin, hoş gelmişsin. Təbrik edirəm Kərim Qağa. Can sağlığı ilə. Kerim dayı. Tebrik ediyorum Kerim dayı. Qağa, ben bugün 3-cü dəfədir ki qonaqlığa çağırırım.
Mən də. Ancaq onu deyim ki, hələ də gözüm yeyib içməkdən doyur. Olar içəri olar. Olar. Deyirəm bu salam qara. Salam əmin qağa. Salam Tarih dünyada padişahdan zatdan doğulmadır ki. Ay bədə. Bəli. Tutaq ki, elə səni qoydular padişah. Neynərdin? Çox şey. Çox şey məsələ. Sənir çox şey. Hə, məsələ nə? Bax, Neynərdin? əvvəlcə içkidə möhkəm bir qayda qanunu. Qayda qanun. Sən ha? Bəli, bəli. İskidə ya. Nəcib, nə sayaq? Nə sayaq? Bax, mən padişah olsaydım, fərman verərdim ki, bir səhər içsin, Hə, bir səhər. bir günorta içsin, Bir gün orta. bir akşam, Akşam. hə, Hə, bir də elə hər vaxt. Allah bax, Nəcib, mənə bax. Gecələrdə. Ay kişinin oğlu, gecə də vaxt ya yox. Baba, elə buna görə bir günün içində səni taxtdan salarlar. Dede, Böyük Alman filosofu Immanuel Kant'ın transendental felsefesine göre padişahlıq absolut ideya məfhumuna ziddir. Hakimiyyət müvəqqətidir. Müvəqqəti hakimiyyətdən nə çıxar? De qardaş, de. Bu cür kəm savadlara sənin kimi bir filosof lazımdır ki, heç olmasa cəhalət yuxusundan ayrılsın. Yox bədər, indi hər yerdə axmaq padişahların qoparağın götürür. Onda qulaq asın, axmaq padişah barədə sizə bir rəvayət danışım. Danış, Gəlin danış. görün. Danış, Günlərin bir günündə Xəstəxanada verin. Kimlə danışam? Növbətçi həkim, salam. Sizdən bir xahişim var, bir sualıma cavab verin. Bugün Rəfiqə Rəhimlinin yardığı xəstə kimdir? Məhbus olduğumu bilirəm, məni adı, familiyası maraqlandırır. Necə? Çox sağ olun. Kimdi? Cəlal Qaşqay. İlk məhəbbət heç bir zaman unudulmur. Doğrudan oldu. Bəli. Sizin keçmiş baş mühəndisiniz Cəlal Qaşqay. Gəlim qara, ayırmaq təhlükəsi var ha. Yaman yamanla keçək. Qana keçək. Yarın daha qonaqlardan gecikən var. Bugün bütün qonaqları özüm qarşılayacağım qara. Bədəl olan yerdə daha biz. Mən həmişə bu tamadalığı öz boyunda yaman görürəm. Yaxşı istərəm. Gəli. Telegram. Telegram. Yox, yox. Çağırış. Hörmətli Kərim Rəhimli, Kərim qara. Sizi Respublika prokurorluğuna tıbbı... Prokurorluğuna? Bir görün. Kərim qağa, xeyir olan nə yazır? Respublika prokurorluğundan müstəntiq Fərhad Kamalov adlı bir yoldaş gəlir. Bunu yaz. Zalim oğlu zalim, keyfimizə soğan doğradı. Hə, deyilənə görə Cəlal Qaşqayı Bakıdan gətiriblər. Yolda onu bərk ağrı tutub aparıblar xəstəxanaya. Fabrikin həngaməsi təzədən başlayacaq. Həyəcanınız yersizdir. Burada neysə dolaşıq salıblar. Əlbəttə. Kərim dayı billurdan da saxlanır. Fərhad Kamalov siz tanısaydınız belə deməzdiniz. Respublika prokurorluğunda mühüm işlər üzrə müstəntirdir. O heç nə dolaşıq salmır. Əksinə, ən dolaşıq düyünləri açmaqda mahirdir. Deyirəm ki, elə bu dünyanın bütün işləri dolaşırdı. Elədir. Bundan sonra boğazımızdan heç çaxır da keçməz. Gedək, bu dünyada Bir padişah də dayan, Kərim qağa. Axı o nə istəyir? Böyle yazır ki, Ha. məndən xəbərsiz heç bir yerə getmə. Nə üçün?
Yəqin ki, fabrikdəki yanğın əhvalatını təzədən yoxlamağa gəlib. Elə görünür ki, Cəlal Qaşqay ərizə verir. Zatına lənət. Əşi, siz elə danışırsınız ki, güya fabrikin yanmağında müqəssir mənəm. Xeyr, sizi günahlandırmaq üçün əlimdə heç bir əsas yox. Ay canım gözüm, bəs onda niyə mənimlə belə tünd danışırsınız? Məyər bilmək olmazmı bu həngamələr nədən ötürüdür? Vətəndaş rəhimli, sualları mən verirəm. İstintaqın qaydasını pozmayın. Əgər belə getsə tək mənim yox, sizin də vəziyyətiniz ağırlaşa bilər. Mənim sizdən yalnız bir tələbim var. Mənim də sizdən yalnız bircə xahişim var. Qızımı bu işə Bu qarışdırın. mümkün deyil. Ne üçün? Dedim ki, sualları mən verirəm, əyləşin. Deyin görüm, siz Rəfiqə xanımın Cəlal Qaşqayı sevdiyini bilirdiniz ya yox? Xeyr, bilmirdim. Bunu mən sizdən eşidirəm. Fikirləşin. Bəlkə yadınıza düşdü. Mən tələsmirəm. Əyləşin, əyləşin. Sizə əziyyət olar. Əziyyət zad olmaz, əyləşmirəm də. Mən yenə təkrar eləyirəm. Mənim bundan qətiyyən xəbərim yoxdur. Siz səhv edirsiniz. Ay canım gözüm. Rəfiqə Cəlal Qaşqayı hansı məziyyətlərinə görə sevə bilərdi? Sovet dövlətinə bu qədər böyük ziyan vuran bir adamı mənim qızım, Kərim Rəhimlinin qızı necə sevə bilər? Deməli, Rəfiqə xanımı heç vaxt Cəlal Qaşqayla bir yerdə görməmisiniz. Xeyr, görməmişəm. Ümumiyyətlə, Rəfiqə öz qəlbinin sirrini mənə açmaqdan utanır. Bizim aramızda hələ pərdə var. Bəlkə sizdən qorxur? Ay canım gözüm, niyə məndən qorxur? Cin döyürəm, şeytan döyürəm, mən ona neynirəm ki? Utanır. Çünki abırlıdır, ismətlidir, həyalıdır. Düzünü axtarsaz mən ondan qorxuram. Niyə ki? O da cin deyil, şeytan deyil, bəs siz niyə ondan qorxursunuz? Mən o mənada qorxuram ki, hər sözü ona 100 yol ölçüb biçməmiş demir. Bu başqa məsələ. Deməli, aranızda pərdə yox, uçurum. Ey yoldaş Kamalov, yoldaş Kamalov, siz mənim bir kəlmə sözümə inanmırsınız. O mənim yeganə evladımdır, evladım. Hələ 2 yaşındaykən anası vəfat eləyib. Mən ona həm ata, həm ana olmuşam. Bunu hansı qonşudan soruşsaz təsdiq eləyə bilər. Hələ Bakıda tibbin üstündə oxuyanda mən onu bircə gündə olsun korluq çəkməyə qoymamışam. İnsafan o qədər tərəfkarlığı da yoxdur. Artıq bəzək-düzəkdən də xoşu gəlməz. Mən ona hər ay müntəzəm olaraq pul göndərirdim. Meyvələrin nübarını özümdən qabaq ona yedizdirirdim. Hər ayda olmasa 2 aydan bir yanına gedib halını, əhvalını öyrənib qaydırdım. Onu bura təyin elətdirmək üçün 1 saat Səhiyyə Nazirinə dil çıxardıb yalvarmışam. Ha canım gözüm, insafdır, dinin yarısıdır da. Bizim aramızda niyə uçurum olsun ki? Ümumiyyətlə bu uçurum sözü qəribədir. Mən sizin sözlərinizin doğruluğuna inanıram. Amma siz mənim sualıma cavab vermədiniz. Deyin görüm, siz Rəfiqə xanımı heç vaxt Cəlal Qaşqayla bir yerdə görməmisiniz? Xeyr, görməmişəm. Bax, bu sözünüzün doğruluğuna inana bilmirəm. Ay canım gözüm, ne üçün inanmırsınız? Yoxsa məni boyda kişi saçının ağ vaxtı yalan danışır. Mən bir hadisəni sizin yadınıza salmaq istərdim. Neyi? Deyin görüm, Cəlal Qaşqay təzə çeşidləri sizə göstərəndə Rəfiqə xanım oradaydı ya yox? Ola bilsin ki oradaydı. Mənim yaxşı xatırımda deyil. Rəfiqə xanım yəqin ki bu hadisəni yaxşı xatırlayır. Bu saat çağırın gəlsin. Yox, siz nə danışırsınız? Məni qızımla üzləşdirmək istəyirsiniz? Yox, yoldaş Kamalov, mən buna qəti surətdə etiraz edirəm. Sakit olun vətəndaş rəhimli. Sizə də, qızınıza da bir nöqtə qədər ziyan toxunmayacaq. Ancaq bir şərtlə. Nə şərt? Qızınıza təzyiq göstərməməlisiniz. Danışdıq? Rəfiqə xanım, bura zəhmət çəkin. Salam. Bilirəm,
Xəstəniz ağır vəziyyətdədir, getməyə tələsirsiniz, mən sizi çox saxlamayacağım. Buyurun əyləşin. Sağ olun. Məni hələlik yalnız bir məsələ maraqlandırır. Siz Cəlal Qaşqayla hansı şəraitdə tanış olmusunuz? Bağışlayın yoldaş Kemalov. Ancaq fabrikin yanmasına bunun nə dəxli var? Doğrudur. Bunun bir vasitə yanğına dəxli yoxdur, amma vətəndaş Qaşqayın taleyini aydınlaşdırmaq üçün mən bu faktı mütləq öyrənməliyim. Axı siz onu sevmisiniz. Sevmişsən qızım. Vətəndaş Rəhim, şərtimizi unutmayın. Cavab verin Rəfiq xanım. Görürsünüz ki o dinmir da. Rəfiq xanım, buyurun cavab verin. Yoldaş Kemalov, şahit müstəntiqin suallarına cavab vermirsə onda necə? Ona onun ixtiyarı yoxdur vətəndaş Rəhimli. Siz nə danışırsınız canım gözüm? İndi hansı devirdi ki, hədə qorxu ilə ifadə alasınız? Axı mənim qızımı nə üçün siz sıxma boğmaya salırsınız? Hədə qorxu ilə ifadə almaq mənim adətim deyil. Mənim buna heç bir vaxt ehtiyacım olmayıb. Məni yalnız həqiqət maraqlandırır. Vətəndaş Qaşqayın həyatını xilas etmək üçün göstərdiyiniz fədakarlıqdan mənə müfəssəl danışdılar. Siz ona operasiya eləyərkən qeyri-adi həyəcan keçirmişsiniz, deyilmi? Doğrudur. Yəqin ki, bu həyəcan səbəbsiz deyildi. Elədir. Vətəndaş Qaşqayın vəziyyəti çox ağır idi. Ürək zirvəsində ilişib qalmış qəlpəni çıxarmaq sizə zarafat gəlməsin. Mənim cüzvi bir səhvim nəticəsində xəstə əməliyyat stolundan qalxmaya da bilərdi. Elədir. Siz gecəli gündüzlü işə can yandırmışsınız. Yoldaşlarınız da sizinlə fəxr eləyirlər. İstedadlı bir sovet cərrahı kimi mən də sizə hörmət eləməyi özümə borc bilirəm. Amma siz mənim sualıma cavab verməlisiniz. Həqiqət gizlətməməlisiniz. Buyurun. İndi də başqa üsula əl atdı. Əvvəl bir hədə qorxu gəldi, gördü bir şey çıxmır. Sonra da yağlı dilini işə salıb başladı qızın qoltuğuna qarpız verməyə. Ay canım gözüm, mən sizə rəsmi surətdə dedim ki, Rəfiqənin Cəlal Qaşqay adında sevgilisi olmayıb. Mən bunu rəsmən deyirəm. Atacan, biraz səbr elə. Əşi, belə də müsibət olar. Ay qızım, bu adam nə verib bizdən ala bilmir. Səhərdən bəri fabrikin məsələsi qalıb bir yana, başlamışsınız mənim qızıma canının birini calamağa. Heç belə də şey olar, Fat olan sənin. Dünən sənə qüsursuz xidmətlərinə görə Lenin ordeni versinlər. Bugün səni salsınlar çərköyürə. Mən heç başa düşə bilmirəm ki, bu adam nə qırsaqlı olub yapmış adamızda. Vətəndaş Rəhimli, mən qızınızı təklikdə də dindirə bilərdim. Amma sizə hörmət elədiyim üçün bayıra çıxarmadım. Mənə belə sözlər demək nə qədər də ədəb-ərkana uyğundur. Yox, yox, mən sizdən yuxarılara şikayət yazacağım. Yaxşı, buyurun. İçin. Mən çiğ su içmirəm. Bax, onda Baş üstə, mən kiridim. Yoldaş Kemalov. Bəli. İcazə verin mən gedim. Əgər Qaşqayın taleyi sizi doğrudan da maraqlandırırsa, izin verin gedim kömək edeyim. Onun vəziyyəti indi də ağırdır. Bəli, buyurun. Atacan, ata naha əsəbləşirsən. Mən inanıram ki, müstəntiq yoldaşı yalnız həqiqət maraqlandırır. Yaxşı gözümün işığı. Hələlik. Hələlik. Sağ olun. Sağ olun. Qızınız doğrudan da təqdirə layiqdir. Xoşbəxt olsun.
Məni hədələyən kim ola bilər, ha? Küçə avaraları ilə yaxınlığım yoxdur. Mən indi həqiqəti daha inadla axtarmağa çalışacağam. O sizin öz işinizdir. Alın oxuyun, bəlkə xəttini tanıdınız, bəlkə dostlarınızdandır. Mənim dostlarım belə sarsaq iş tutmaz. Bilirsiniz nə yazır? Bilmirəm, bilmək də istəmirəm. Hər halda bilsəz yaxşıdır. Hələlik gec deyil, meydin yerə sərilməmiş çıxıb getməyin məsləhətdir. Siz bilən bunu kim yaza bilər? Onun səbirsizliyi mənim şübhəmi daha da artırdı. Günahsız adam istintaqdan nə işin qorxsun? Doğrudan da qarğa məndə qoz var elə buna deyiblər də. Baş mühəndisiniz necə işləyir? Bacardığı qədər. Əgər biraz da dəqiq desək, Narazılığım yoxdur. dostsuz, eləmi? Vicdanla işə yanaşan adamların hamısını özümə dost bilirəm. Əmin Bəxtiyarov da Bəli. Sualınızın ahəngində nə isə bir istehza gizlənir. Bax, mən bunu başa düşmədim. tələsməyin, tələsməyin. Əmin Bəxtiyarov kimdirsə buyursun. Mən hazır, yoldaş Kemal. Buyurun əyləşin. Təşəkkür edirəm. Mən ayaq sığdıra bilərəm. Fabrikdəki yanğına dair izahatınızı oxudum. Qələminiz pis deyil. Müdürünüz də sizdən razılıq eləyir, bunların hamısı öz yerində, amma... Vətəndaş Bəxtiyarov, siz hardan bildiniz ki, Rəfiqə xanım Nərimanabad İpək Fabrikinin sabiq baş mühəndisi Cəlal Qaşqayı sevirmiş? Mən bunu harda, kimin yanında demişəm? Bu sizə qəribə görünməsin. Zahirən bunun yanğına bilavasitə dəxli yoxdur. Sizdən qabaqki şahidlərdən biri də məni bunda günahlandırdı. Amma bir məsələni aydınlaşdırmaq üçün mən bu faktı mütləq öyrənməliyim. Nə deyə bilərsiniz? Nə deyim yoldaş Kemal? Doğrusunu bilmək istəsəz, Cəlal Qaşqayın məhəbbət macərası mənə biraz gülməli görünür. Necə məyər? Çünki Cəlal Qaşqay sir-sifətdən o qədər eybəcərdi ki, mən ona vurulan qızın səmimiyyətinə inana bilmirəm. Eşitdiyimə görə siz fəlsəfə ilə məşğul olmağı sevirsiniz. Bəli, Əmin Bəxtiyarov filosof Kantdan hər gün təzə-təzə misallar gətirir. Yaxşı da hafizəsi var. Mən ona qibtə eləyirəm. Əgər fəlsəfədən başına çıxırsa, adi bir həqiqəti də bilməlisiniz ki, gözəllik də nisbidir. Çox ola bilsin ki, Cəlal Qaşqay sizə çirkin görünsün, bir başqasına gözəl, deyilmi? Bəlkə də, ancaq mən inana bilmirəm ki, Cəlal Qaşqaya gözəl deyən əcaib bir insan tapılsın. Kantın transendental fəlsəfəsinə görə gözəllik məfhumu obyektiv kateqoriyadır. Əgər baş mühəndisinizin hər gün Kantdan gətirdiyi misallar da belədirsə, mən onun fəlsəfi biliyinə qibtə eləmirəm. Yoldaş Kemal. Yox, şübhə eləyirəm, amma mübahisə eləmək istəmirəm. Dünən sizin qapınızın ağzında dayanmışdım. İçəri girməyə tərəddüd eləyirdim. İstər-istəməz sizin söhbətinizi eşitdim. Əgər, vətəndaş Bəxtiyarov, siz bilsəydiniz ki, mən bugün həmin sözləri sizin yadınıza salacağım, siz biraz ehtiyatlı tərpənərdiniz və deməzdiniz ki, ilk məhəbbət heç bir vaxt unudulmur. Bəlkə də demişəm, ancaq bundan o nəticə çıxır ki, mən Cəlal Qaşqayı Rəfiqə xanımın özünə Bəli, siz elə o dəqiqədə Qaşqayın adını çəkdiniz. Yaxşı, tutaq ki, bu da bir o qədər böyük dəlil sübut deyil, amma siz bu vaxtda yazmışsınız da. Harada nə var? Əlbəttə, siz buna sevgi məktubu deyəcəksiniz. Mənsə müstəntiq olduğum üçün bu mənim nəzərimdə adi bir sənətdir. Xəttinizə söz ola bilməz, səlis, aydın. Siz yazmışsınız deyilmi? Bəli, mən yazmışam. Eləsə etiraf edin ki, sualıma düz cavab verməlisiniz. Bu məktub hardan sizin əlinizə düşüb? Mən onu sizə yox, Rəfiqə xanıma yazmışam. Doğrudur. Nə üçün mənim məktubumu açıb oxumusunuz? Sizin bu hərəkətiniz
Sovet adamının mənəvi prinsipinə ziddir. Mektubu mən açmamışam, amma hardan aldığımı sizə deyəcəyəm. Siz hələlik mənim sualıma cavab verin. Axı nə cavab verim yoldaş Kemal? Rəfiqə xanım hara, Qaşqay hara? O mənfur simanın adını dilimə gətirəndə qəzəbimdən tir-tir titrəyirəm. Doğma Sovet dövlətimizin iqtisadi qüdrətini zəiflətmək üçün fabrikimizi yandıran bir xəbislə Rəfiqə xanımın adını yanaşı çəkmək. Sizdə heç insaf yoxdurmu yoldaş Kemal? Mənim fikrimcə, Cəlal Qaşqay xəyanət mücəssəməsi, Rəfiqə xanım isə gözəllik və saadət nümunəsidir. Sağ ol əmin. Sən, yoldaş Kamalov, mən qəti surətdə deyirəm. Rəfiqə Qaşqayı nəinki sevmir, hətta ona nifrət edir. Vətəndaş rəhimli, Rəfiqə xanım sizin heç birinizi vəkil eləməyib. Bu nə danışır canım gözüm, olmaya sizi vəkil edir. Xeyr, mənə də vəkil eləməyib, amma bu zərfi mənə verən odur. Necə? Bəli, bəli. Qızınız öz məhəbbət macərasını sizdən gizlədir, amma məndən gizlətmir. Məncə, sevgi məktubu yazmaq heç də qəbahət deyil. Elə düşünməyin ki, Sovet hüquqşünasları ölvi duyğulardan məhrum, kobud, daş ürəkli insanlardır, yox. Amma mən istərdim ki, Rəfiqə xanım kimi nadir təbiətli qızlarımız sevib, bəyəndiyi adamlara qovuşsunlar. Amma sizin bu məktubunuzdan görünür ki, o sizi sevmirmiş. Bəli, bəli, sevmirmiş. Siz buyurun, oxuyun. Lazım deyil, mən öz sözlərimi çox gözəl xatırlayıram. Elə isə qoy rəhimlə eşitsin. Rəfiqə, əzizim, mən bu soyuluğunuzu görəndə Cəlal Qaşqaya lənət yağdırıram. O hələ də bizim aramızda bitmiş tikan koluna bənzəyir. Görürsünüz. Doğrudur, bu sözləriniz o qədər də orijinal deyil. Siz bunları Əsli Kərəm dastanından iqtibas eləmişsiniz, amma fikrinizi başa düşmək mümkündür. Rəfiqə xanım sizi yox, Qaşqayı sevir. Yoldaş Kemalov, siz bu məktubu açıb oxuyanda utanmadınızmı? Başqalarının sirləri ilə maraqlanmaq bu dövrümüzün etikasına uyğundurmu? Dövrümüz, etika. Nə qədər mənalı sözlərdir. Amma vətəndaş bəxtiyarı, unutmayın ki, müstəntiq həqiqət naminə hər bir sirrə maraqlanmalıdır. O bəzən xirtdəyəcən çamurluğa batmağa da məcbur olur. Nə etməli? Lənətə gəlmiş xüsusi mülkiyyət hissi cinayət də törədir, cani də. Müstəntiq gərək caninin keçdiyi yolları addım-addım, qarış-qarış izləsin. Budur onun ən müqəddəs devizi. O qan izinə rast gələndə, hədədən, ölüm təhlükəsindən qorxub geri dönə bilməz. Mərdlik və sədaqət. Budur onun ən böyük tanrısı. Yaxşı, yaxşı. Tutaq ki, Rəfiqə Qaşqayı sevirmiş. Sonra, indi ki sevmir. Siz niyə belə tələsirsiniz? Təsadüfən sizi ananız 6 aylığında doğmayıb, ha? Heç zarafatın yeri deyil. Gülürsünüz də. Qızınız Cəlal Qaşqayı indi də sevir. Yox. Bəli, bəli. Yox, min dəfə yox. O mənim alın tərimlə, qanımla, canımla, illər boyu gecəli gündüzlü istirahət bilmədən yarattığım fabriki yandıran bir canini sevə bilməz. Ne için özünüzü aldadırsınız? Siz ata da olsaz, bu hissi ondan ala bilmezsiniz. Ah, bu qızlar. Atalar yaxşı deyil. Qız yükü, duz yükü. Mən olub keçmiş hadisələri sizin yadınıza salmaq üçün sizi bir neçə il geri qaytarmağa məcburam. Qulaq asın, bir məktubun məzmunu ilə sizi tanış edeyim. Mən atalar sözü ilə başlamaq istəyirəm. Doğruya zaval yoxdur, çəksələr min divana. O vaxt mən ipək fabrikində baş mühəndis idim.
Emin Bəxtiyarovla mənim aramda ciddi münaqişə başlanmışdı. Təsadüfi bir hadisə bu toqquşmanı daha da şiddətləndirdi. Bəxtiyarov Əsmər adlı bir qızla görüşürdü. Dayan. Əsmər, qaranlıq küçədə tək nə gəzirsən? Sən ki konsertdən fəhlələrlə bir yerdə çıxdın, səni nə üçün evizə ötürmədilər? Mən özüm onlardan ayrıldım. Burada dayanıb səni gözləmək istədim. Məni nə üçün gözləyirsən? Sözüm var. Üz gözünü nahaq əyirsən. Mən səndən qorxmuram. Yaxşı qulaq as Əmin. Sən alçaqsan. Yavaş! Fəhlə ki fəhlə. Ədəb yox, mədəniyyət yox. Sənin kimi mədəni olmaqdansa çöldə heyvan kimi ot otlamaq yaxşıdır. Oy, ay qız, sənin dilin nə yaman açılıb? Böyük Alman filosofu Immanuel Kant'ın transendental fəlsəfəsinə görə insanla heyvanın fərqi... Kant da başına dəysin onun fəlsəfəsidir. Vay, 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 avamlığa bax. Yaxşı gələrsən evə orada söhbət Mən bir edərik. də sənin evinə getməyəcəm. Səbəb? Hələ soruşursan da, ikinci dəfə təhqir olunmaq istəmirəm. Təhqir? Ən qəddar düşmənin bir Əsmər sənin bu sözlərinə inanmaz. İnanmaz. Çünki səni tanımaq çətindir. Sən sifətdən göyçəksən, ancaq ürəkdən çirkin. Yaxşı, dedim, gəl evə orada söhbət Dünən edərik. gəlmişdim. Kaş ayaqlarım sınaydı. Qapını döydüm, açmadı. Evdə yoxdur. Yalan deyirsən. Mən yalancı. Heç bir vaxt belə bir ağır yükün altında girməmişim. Bu Əsmər. yükü üstündən götürsələr bir adın qalar, bir də qurfam. Ay qız, sən bu sözləri hardan öyrənmisən? Sənin Alman filosofundan. Onun hər barədə sözü var, amma görünür səni yaddan Yaxşı, çıxar. uzatma. Dedim ki, evdə yox idim. Qapın içəridən bağlıydı. Dedim, bəlkə yorulub yatmısan. Küçədə bir saatdan çox gözlədim. Soyuqda, qaranlıqda. Bu doğrudur sonra. Elə bildim, yuxudayam. Məni qara basır. Gözlərimə inanmaq istəmədim. Gördüm sənin evindən çıxan qadın. Qadın? Bəli, bəli qadın. Sən dəli olmuşsun Əsmər. Əgər bunu başqası desəydi inanmazdım. Mən özüm o qadınla üz-üzə gəldim. Ömrümdə birinci dəfə kobud söz də işlətdim. Doğrudan səni qara basıb Əsmər. Mən o qadına dedim ki... Yuxuda. Yox! Qışqırma! Aləmi buraya yığmaq istəyirsən. İndi mən öz doğma anamın da üstünə baxa bilmirəm. Əsmər. Bu nədir Əsmər? Ağlayırsan. Yox, ağlamayacağım. Səndən ötürü göz yaşı dəyməz. Əxlaqsız. Qışqırma deyirəm. Özün cəhənnəm, məni biabr eləyirsən axı. Necə? Özün cəhənnəm. Kaş insanda elə hünər olaydı ki, başqasının üzünə baxan kimi necə adam olduğunu biləydi, özü də dərhal. Əgər mən bunu bacarsaydım, sənin yalan dillərini anlamazdım. Alçaq! Bax, mən səni bundan ötürü görmək istəyirdim. Əsmər. Bəs sən xəstə deyildin? İndi də xəstəyəm Cəlal qardaş. Həkim gəlmişdi. Mənim xəstəliyimə həkimin köməyi dəyməz. Mən bədbəxt olmuşam. Bu nə sözdür ay qız? Keç ələş. Keç, keç. Bədbəxt o adamdır ki, özündən başqa heç kəsə xeyri deyildir. Ancaq sən hər gün toxuduğun ipəklərlə yüzlərcə adama fərək gətirirsən.
Bugün sabah ali mektebe gideceksin. Okuyup mühendis olacaksın. Axı, ne için özü bədbəxt sayırsan? Bunu sizə deyirəm Cəlal qardaş. Sirrimi sizə açıram. Bəxtiyarov məni aldatdı. Mən rüsvay oldum. Rüsvay? Bəxtiyarov? Mən bəlkə də sizin yanınıza gəlməzdim. Heç şikayət də eləməzdim. Ancaq istəmirəm ki, o sizi də aldatsın. Siz də, Kərim dayı da onu yaxşı tanımamısınız. Mən onu xeyirxah, nəcib adam bilirdim. Ancaq onun sözü bir, əməli başqadır. Mən doğrudan da aciz etmiş. Bak bunu düzləyirsən. Öyle şeyler. Gözlerin kızarıp, öyle geçsen hamı görüp seninle maraqlanacaq. Ərizə yazıb katibəyə vermişəm. Xahiş edirəm məni. Mən Bəxtiyarovla bir daha üz-üzə gəlmək istəmirəm. Fabrik onun değil. Sen de heç yana getmeyeceksin. Yox, mən daha fabrikdə qala bilmərəm. Sağ olun Cəlal qardaş. Mən sizdən razı gedirəm. Celal, ne var? Niye böyle tutkunsan? Amin. Sen namuslu adamsın. Söhbətinizi eşittim. Her şey için kanun qanat. Doğma kardeşim de olsan, böyle rezil hareketin için seni bağışlama. Ay Celal, o dedi sen de inandın. Esmer kimi ismetli bir kız hiç kese böhten atabilmez. Xüsusən özü. Ben senin yanıma daha mühim işler için gelmişim. Bu saat benim nazarımda Esmer'in talihinden mühim iş yoktu. Doğrudan. Ketten kesekten, min əziyyətlə topladığımız kızları işten kaçıran belə edepsiz rəftar değil. Bir sene var Celal Qaşqay. Sen ne kadar klasik demagog olsan da benim gözüme külüfürə bilmeyeceksin. Mənə bata bilmeyeceksin. Kerim dayı benim xətrimi dünyalar kadar istəyir. Rəfiqə xanım gece tezi mənə hə deyəcək, sənə yox. Sənin bütün planların alt üst olacaq. Bırak bu söhbətləri. Kerim dayı dünyasında sənə qız verməz. Bunu uydurmada fikrin nedir? Ben hiç vaxt Rəfiqə için elçi gönderme fikrinde olmamışım. Olmamısan. Bəs onda ne için ayağımın altını qazıyırsan? Eğer başka sözün yoksa gidebilirsin. Var. Araya söz qatdın, demeye imkan vermedin. Fəhlilər protest edəcək. Niye? Əmir verib şablonları değiştirmişsən. Böyle değişmişim, özde peşman değilim. Şimdi biz eksport için işleyeceğiz. Eksport üçün işləyəcək. Celal, qədim bir məsələ var, mən onu bir balaca müasirləşdirmişəm. Deyir, Allah birini cəzalandırmaq istəyəndə əvvəlcə onu ağıldan məhrum edir. Sənə belə bir əmri kim verib? Heç kim. Ben her şey için yukarıdan emir gözlemiyorum. Bir de arzum budur ki, mallarımız hansı ülkeye gönderilse, şöhreti dillere çıksın. Deməli, Moskvadan buraya gələndə qarşıma məqsəd qoymuşsan, hə? Cəbhədə aldığın ordenlər sənə azlıq edir. Görünür, iki cəbhənin qəhrəmanı olmaq fikrindəsən. Bəs insan ne için yaşayır? Öyle tek şey gibi yatmak için. Bir sənə var. Kərim də aynı da. Məni də bu işə qatma, fəhillərə özün cavab verərsən. Eğer mesuliyetten korkursansa erzeyaz getir. Yer bu adam tapılır. Erze getirmesen, emirini özüm vereceğim. Celal müəllim, əmini işdən çıxardan hələ anasından olmayıb.
korlanıb. Yox. Daha onu fabrikdə saxlamaq mümkün deyil. Cəlal Qaşqay canıma lərzə salır. Bəlkə parçaları satdırmağından xəbəri var. Bu tərəfdən də tərs kimi Əsmər məni qamçılayacaq. Mən Cəlalı qabaqlayıb Əsməri Kərim dayının gözündən salmalıyam. Ne diyeceğim? Kısa bir cümle. Üzdən heyalı görünməyinə baxmayın. Çoxdan əxlaqsızıdır. İndi də özünü mənə calamaq istəyir. Yaxşı. Əgər Əsmər üzümə dursa, məni vicdansızlıqda təqsirləndirsə, hər halda Kərim dayı mənə inanacaq, ona yox. Belə sadə hərfləri aldatmaq üçün böyük iyiliyə ehtiyac yoxdur. Yoldaş Bəxtiyarov, atam hanı? Şəhər komitəsində Rəfiqə xanım. Dünəndən evə gəlməyib, niyaranıq. Rəfiqə xanım, Bəli. deməyin ki, başa düşmədik. Nəyi, yoldaş Bəxtiyarov? Mənə salam vermədiniz. Ne üçün belə kəm iltifatsız? Sizi görəndə hər şey yadımdan çıxır. Mənə qarşı qəzəbinizin çoxluğundan. Səbəbini soruşmayın. Soruşmağa məcburam. Əgər bayırdan gələn mən olsaydım, belə bir sualı verməyə mənim ixtiyarım yox. Cəlal Qaşqay buradadır. Yoxdur. Hara gedib görəsən? Özünüz baldan şirin, cavabınız zəhərdən acı. Mənim nəzərimdə kompliment kəsərsiz silahdır, yoldaş Bəxtiyarov. Pas atmış mətbəx bıçağı kimi. Doğru buyurursunuz. Acı söz qızlara daha çox ləzzət verir. Ancaq təəssüf olsun ki, mən belə sözləri deməyi bacarmıram. Cəlal Qaşqay hara gedib görəsən? Cəlal Qaşqay dilinizdən düşmür. Siz mələk Cəlal Meymun. Yoxsa ona vurulmuşsunuz. Bilmək istəyirəm. Ne üçün siz həmişə atamın kabinetində olursunuz? Burada nəyin keşiyini çəkirsiniz? Bir dəfəlik deyin ki, meymuna baxmaq sizə daha çox ləzzət verir. Əgər elə olsaydı, onda bütün günü sizə tamaşa edərdim. Oğlanların kobudluğuna bir təhər dözmək olur. Ancaq zərif qızlar belə sözlər deyəndə. Dözə bilmirsiniz, eləmi? Mən sizi sevirəm, Rəfiqə xanım. Ne için? Ne üçün? Sevirəm çünki gözəlsiz. Mən sizi sevmirəm. Ne üçün? Ona görə ki, gözəl deyilsiz. Bu sözü birinci dəfə sizdən eşidirəm. Mən çirkinəm. Bəli. Təəccübünüz də yersizdir. Siz meymundan da çirkinsiniz.
Ben inanırım ki Refika bunu görseydi o acı sözlerin birini de mənə demezdi. Biz niçin ben bunu ona göstermedim? Müdür orada kaldı. Ha, buyur görey. Bana göre kulluğun. Yoldaş Kaşkay, size şikayetim var. Kimden? Bedelden, mühendis Baxtiyarov'dan. Elə sizin özünüzdə. Ben ne? Belə də zülm olar. Niyə mənim donluğumdan ayda 20 manat olsun? Mənim qazancım nədir ki, onda 3/1'ini vermirsiniz? Yaxşı. Çeşilir. Əyləş bir saat öyrənin. Atam xəstə, anam da ki savadsız. Mən onları neyle dolandırım? Körelmeyiz. Uşaq değilsen. İki kişisin. Senin tayların kahramanlık eləyib. Alemde meşhur oldu. Ayıp değil senin için. Elələri də var, mənim kimi biyvecləri də. Hamı qəhrəman olmaz ki. Boş muhasebe çağırın. Gelen ne diyeyim maaş cedveline getirsin. Yoldaş Kaşkay, belə şeyler görəndə adamın ürəyi tab eləmir. Yeni tək mən olsaydım dəryarıydı. Bütün sex narazılıq edir. Maaş cedvelini getirdin. Niye? Cemaate maaş verilir. Bu uşağın maaşından niye ayda 20 manat alıyorsunuz? Öyle. Bırakı var. Ha? Yoldaş Kaşkay, bu ne değil? Hele benim elimden bırakma çıkmıyor. Doğrudur. Özüm biyvecəm. Elimden qəhrəmanlıq gelmir. Ancak ömrümde bırakım olmaz. Malları özünü yoklayacak. Sen gel. Kanunsuz bir qəpiyin de tutulmayacak. Çok sağ ol yoldaş Kaşkay. Sakla. Adın nedir? Məni Yok benim. Nedir? Gümrah. Ne? Gümrah. Ada bak Cümrah. Bu silsilette Cümrah ola. Ata-anam qoyan at da. Cümrah. Sen git. Cümrah. İyi de mi? Ulan. Adamları bizden narazı salmak tezemekti ha? Şimdi bilmirəm ne çağımız var. Tanrı dünyada padişahtan zattan da olmadık ki. Hele Öyle. gelin... He? Yok hiç nerede bu saat padişah olmadık ki. Sen işe de içim yarırsan. Hafiz Şirazi deyir ki, mən ömrümdə bircə dəfə möhkəm içmişəm. Yəni lülqəmbər olub yıxılana qədər. Yerdə qalan günləri içməyim Pakmer içindir. Pakmer başqa şey. Deyir, meyxaniyə girəndə mən alqışlanmam yerbəyerdən. Ayıqlar üçün mən sərsəməm, sərxoşlar üçün peyğəmbərəm. Seni bir de böyle vaziyette görsen, öz bəxtinə küs. Məndə bəxt olsaydı bu xaltır yox, padişah olardım. Hiləgər türkülər. İndi də cemaati bu yolla bizdən narazı salmaq istəyirlər. Şəhər komitəsindəndir. Yoldaş Rəhim nəzarət olunması. Gedib. Sağ ol. Hoş gördük Celal. Celal, atam dünəndən evə gəlməyib. Bura zəng eləməkdən də yorulmuşuq. Yaman yaranam.
Məruzəyə hazırlaşırdı. Səhərə kimi təkcə o, elə mən də yatmamışam. Buyurun, buyurun əyləşin. Buyurun. Gözü indar dalca gelir. Siz mənə nəsə göstərmək istəyirdiniz. Ha, ancak biraz gözlemek olacaksınız. Elbette eğer vaktiniz varsa. İşdən yenicə qayıdıram. Heç yana da tələsmirəm. Hə, indi fabrikin bağçasında Əsməri gördüm. Məndən iş istədi. Ona neyləmisiniz? Erze verip gitmek istiyor. Ben onu bırakmak istemiyorum. En mahir toxucumuzdur. Dedim ki, atam da səni buraxmaz. Uşaq kimi ağladı. Kimsə xətrinə yaman deyib. Nə varsa, siz də əsəbləşmisiniz. Adamları tanımak olur Refika Hanım. Yüzlerine bakanda diyorsun ki böyle medeni, böyle nezaketli adam tapılmaz. Ama aslında ise... Kimi deyirsiniz? Əsməri? Yok, Esmer barədə bu sözleri demeye benim dilim varmaz. Ben başkalarını diyorum. Atanızı da, beni de aldıranlar var. Evveller elə bilirdim ki... Səhv edirəm, ancaq bu gün mənə hər şey aydın oldu. Əmin Bəxtiyarovu yaxşı tanıyırsınız. Şəhərimizdə onu tanımayan yoxdur. Yox, mən onun yanında soruşmuram. Necə adam? Nə deyim Cəlal? Bəxtiyarovu tanımaq o qədər də asan deyil. Hər halda onunla ehtiyatlı dolanır. Bu saat fabrikin bağçasında gəzinirdim. Yandan çıxıb oradan buradan danışdı. Mənə bir boyunbağı göstərdi. 5000 manata. Dedi ki, nişan üçün alıb. Sizcə bu pullar ona hardandır? Deyəsən atam gəldi. Ha? Kızım da buradaymış Hoş ki. gördük ata. Hoş gördük gözümün Haradasan ışığı. ata, niyə aran qalmışam? Zəng eləyirik, cavab da vermirsən. Ay kızım bu izlaslar beni laf elden salıp evde ne var ne yok. Sağ ol. Çalıştım sen geleyim. Nerede sen gelirim? Yoldaşlar. Çok Ben yarım. derim de. Bağışlayın. Kızınızla söhbətin zamanı. Size bir sualım var. Buyur Qaşqay buyur. Maaşların tutulmasından haberiniz var. Bəli, Əmin Bəxtiyarov məlumat vermişdi. Bırak malların cəriməsi var idi. Beni bağışlayın. Emin Bəxtiyarov benim tapşırığımla görülen her bir işe mani olur. Her defede sizin adınızdan danışır. Məsələ nədir? Güya siz de teze çeşitleri beğenmişsiniz. Yarıdan çoxunu bırak sayırsınız. Kim mən? Ay canım, görmediğim bir şeyi mən necə bəyənməyə bilərəm? Hanım mallar? Doğrudur. Emin Bəxtiyarov fabrikte benden qabaq işləyir. Ali məktebi de benden evvel tutar. Ancak bu hiç de meyyar olabilmez. O fabrikin geride kalmış, mühafizekar adamlarını başına toplayıp her işte engel tutar. Ay yoldaş Qaşqay. Doğrusu mənim belə iki tirəlikdən heç xoşum gəlmir. Ay canım gözüm, ümumi işin xeyrinə adamlarla dil tapıb bir-birimizə kömək eləsək nə olar ki? Yaxşı olmaz? Fabrika qəsdən iki tirəlik salan adamlarla dil tapmaq çətindir. Eğer o bunu şuursuzluqdan eləsəydi, bir tər dözmək olardı. Emin Bəxtiyarov bilə-bilə qəsdən aləmi qarışdırır. Ben onun fabrikte qalmağına razı değilim. Demişsən, ərizə verib geçsin? Bəli demişim. Özüm de sözümün üstünde möhkəm duracağım. Məsləhət deyir. Məsləhət deyir, yoldaş Qaşqay. Neyse, ben özüm gibi. Yaxşı, dayan görüm. Yəqin ki, o da əsəbləşib, sən də əsəbləşmirsən, olur da iş. Bu barədə başqa vaxt danışarıq. Bəs bu təzə malların çeşidləri hanı? Bu saat getirəcəklər. Deməli, indi də eksport üçün işləyirik. Hı? Bunu sizə kim dedi? Əmin Bəxtiyarov, həyətdə rastlaşdıq. Hiç.
Simli telgraf da belə işləmir. Gəlmək olar. Gelin usta. Bu mallar niye gecikti? Boyaları qurumamışdı yoldaş Rəhimli. Biraz gözləməli oldu. Laf yaxşı. Kızım, indi fikir deyə bilərik. Getirin. Sen dur. Refika Hanım, Bəli. buyurun. Biz sizin zevkinize inanırıq. Hə, laf yaxşı olar. Bak bunun keyfiyyətlə benim hiçbir sözüm yoktur. Sağ olun. Hiç evvelkilerle mukayese etmek olmaz. Ancak bir şeye təəssüflənirəm. Nəyə ata? Evvelkilere nispeten kızım bu çeşitler bize çok baha başa gelir. Yəqin ki, bahada satılacaq. Əlbəttə. Yoldaş Rahim, eğer itiraz eləmirsinizsə, Refika Hanım'ı gələcək müştərilərimizin nümayəndəsi hesab edin. Hə, laf yaxşı Şimdi olar. onun fikrini dinləyək. Əla. Olar ki. Ne deyirsən kızım? Ata, əgər sən də mənim zövqümə inanırsansa, mən deyə bilərəm ki, bu mallar bizim fabrikamıza dünya şöhrəti qazandıracaq. Çox sağ ol Rəfiqə Həm xanım. sadə, həm də yaraşıqlı. Siz bunları doğrudan bəyənirsiniz? Bəyənmək azdır yoldaş Bəxtiyarov. Bu xəsis boyaların gözəl ahəngini yaratmış rəssam qarşısında mən ehtiramla baş əyməyə də hazırım. Mən sizin incə zövqlü bir xanım olduğunuzu güman edirdim. Bu boyaları xəsis deyil, yoxsul adlandırmaq daha düzgün olardı. Bir de bu parçalar indi modda değil. Ola bilər. Ancaq bizim fabrikamız insanların zövqünü yüksəldən mallar buraxırsa, biz bunu yalnız alqışlaya bilərik. Bir də rəngin çoxluğu şərt deyil. Əsl məharət, az rənglə zəngin hisslər oyatmaqdır. Doğrudur Rəfiqə. Bu parçaların gözəlliyi də elə bundadır. Emin oğlum, sen Refik'e dil çattıra bilmezsen. Görürəm. O təzə çeşidlərə bərk vurulub. Biz həmvətənlərimizə nəfis geyinməyi də öyrətməliyik. Haklısın kızım, öğretmeliyik. Çok sağ olun uşaklar. Gene vicdanla danışsın da, güzel parçalar. Yaxşı. Siz ne diyorsunuz uşaklar? Sen niye dinlenmirsen usta Aliş? Yoldaş Rəhimli, hamımız həvəslə işləmişik. Bizdən soruşsanız, biz əla qiymət veririk. İndi bax siz deyin, bəyənirsiniz ya yox. Benim fikrimce əladır. Bak yoldaşlar, 2-3 aydan sonra bunların maya değeri daha da aşağı Düzdür düşecek. sən, Öyle değil mi? düzdür. Eğer doğrudan da belədirsə, bəs niyə sizin adınızdan bana ultimatum verir? Bizi? Bu nə sözdür yoldaş Qaşqay? Deyirlər ki, güya narazısınız. Hatta protest eləmək fikir. Ha? Kim? Onu, Biz? onu hansı köpay oğlu diyor. Bura küçə deyil. Heç olmasa xanımdan utanın. Düz buyurursunuz. Səməd ədəbsizlik elədi. Ancaq mən də bilmək istəyirəm. Bunu hansı domuz deyir? Eşidirsinizmi yoldaş Bəxtiyarov? Eşidirəm, ancaq 2-3 nəfər hələ kollektiv demək deyil. Ne olar kollektivdən də soruşarıq. Bura bax, sən demirdin ki, ya sexin hamısı narazıdır? Biz maaş cədvəlindən narazı. Ha, maaş cədvəli. Yoxsa bu cür gözəl çeşitlərin nə günahı var? Yoldaş müdür? Bu cür qəşəng parçalara pis demək olar. Yok oğlum, yok. Eşitdiniz? Yoldaş Bəxtiyarov. Mən söz arası deyirdim ki, biz eksportçu işləyirik. Əslində isə öz vətəndaşlarımızı nəzərdə tutmuşdur. Yoldaş Rəhimli, qoy bu parçaları lap belə o eksporta da göndərsin. Göndərsinlər. Xarici bazarda fəhlələrimizin, ustalarımızın məharətini görsələr, pis olar məyər? Haklısın usta Aliş. Haklısın, sağ olun. Aparın seyha. Yaxşı parçalardır. Eliniz var olun. Gedin sexə. Sağ olun. Mən gəlirəm. Heh kızım. Bəli ata. Gedeyim ve canım gözüm. Bu iclaslar beni laf elden salıb. Atacan, Cəlal yoldaşa bir neçə sözüm var. Sən get, mən də bu dəqiqə gəlim. Cəlala, Bəli. ne olar ki? Buyur. Cəlala gizli söz.